Salam. Bugün Profesör Ahmet Celal Şengör'ün Aptalı Tanımak kitabından bəzi seçilmiş mənbələrə birlikdə nəzər salacaq. Bəli, salam. Şengörün axmaqlıq, zəka, Türkiyə cəmiyyəti, elm, tənqidi düşüncə kimi mövzularda, belə deyək, kifayət qədər kəskin fikirləri var. Düzdür. Məqsədimiz də sizin üçün bu mənbələrdən ən vacib məqamları, əsas fikirləri çıxarmaqdır. Gəlin başlayaq görək. Başlayaq. Şengörün toxunduğu mövzular, məsələn, elə zəka anlayışı, onun ölçülməsi, yəni IQ, sonra bunun cəmiyyətlə əlaqəsi. Bunlar kifayət qədər, necə deyim, mürəkkəb və hətta mübahisəli məsələlərdir. Bəli, Şengör aptal sözünü tez-tez işlədir və bunu zəka ilə bağlayır. Onun mənbələrində zəka necə izah olunur? Yəni bu anadan gəlmə bir şeydir sadəcə. Baxın, o Wilhelm Stern'in 1912-ci ildəki IQ, yəni Intelligence Quotient anlayışına istinad edir, amma əsas vurğusu o deyil. Deyir ki, zəka təkcə genetikadan asılı deyil. Ətraf mühit, təhsil, tərbiyə, bunların rolu çox böyüyədir. Yəni mühit də təsir edir. Əlbəttə. Hətta Robert Egerton'a əsaslanaraq deyir ki, əlverişsiz mühit, yəni cəmiyyətin özü, adamın potensialını, belə deyək, axmaqlığını artıra bilər. Yəni potensial olsa da şərait imkan vermir. Çox maraqlıdır. Və Şengör bu fikri birbaşa Türkiyə kontekstinə tətbiq edir, elə deyilmi? Deyir ki, korrupsiya, liderə pərəstiş, tənqidi düşüncənin azlığı. Bəli. Bunları cəmiyyətin ortalama zəka səviyyəsi ilə əlaqələndirməyə çalışır. Hətta iddia edir ki, Atatürkdən sonra idarəçilərin keyfiyyəti aşağı düşüb. Bu kifayət qədər sərt iddiadır. Və Egerton'un xəstə toplumlar anlayışını Türkiyəyə aid edir. Yəni, öz inancları, öz vərdişləri ilə öz inkişafına mane olan cəmiyyətlər. Medianı da misal çəkir, deyir 40 il Tuna çayına Danübə demək. Bu sadəcə siyasi təzyiq deyil, dərin bir məlumatsızlıqdır. Bəs yaxşı, bu cəhalətə, dogmatizmə qarşı Şengör nə təklif edir? Çıxış yolu nədədir? Elmin tənqidi düşüncənin rolu nədir burada? Onun üçün açar söz məntiqi şübhədir. Baxın, deyir, elm həqiqəti axtarır, dogma isə inanmaq istədiyini. Məşhur Piltdown adamı saxtakarlığı var idi, bilirsiniz? Eşitmişəm. Alimlər özləri üçün əlverişli görünən bir tapıntını belə şübhə altına aldılar, yoxladılar və saxta olduğunu ortaya çıxardılar. Budur elmin gücü. Elm özünü daim sorğulayır. Amma dogmatik düşüncə sual verməz, şübhə etməz. Elm adamlarının motivasiyaları haqqında da danışır deyəsən. Fərqli tiplər var. Bəli, maraqlı müqayisədir. Emil Argand kimi, necə deyim, şöhrətpərəst, özünü dahi sayan alimlə Edward Suez kimi sırf biliyin özü üçün çalışan, təvazökar bir alimi qarşılaşdırır. Suez ömrü boyu Viyanada sakitcə işləyib, amma nəhəng işlər görüb. Şengör deyir, mən də Suez kimiyəm. Elm mənim üçün ilk növbədə anlamaq üçündür, praktik faydası ikinci dərəcəlidir. Bu yanaşma yəqin ki, onun təhsil sisteminə olan tənqidində də özünü göstərir. Tamamilə. Universitetlərin keyfiyyətinin düşməsini, tələbə sayını başsız başına artırmağı çox sərt tənqid edir. Doğan Kubandan sitat da gətirir. Sayılar bizi perişan etdi. Yəni, keyfiyyət kəmiyyətə qurban gedib. Şengörün tənqidləri təkcə təhsillə bitmir, siyasət, dogmalar, bunlar da hədəfdədir. Məsələn, irqçilik mövzusuna toxunur. Amma biraz fərqli baxır. Deyir ki, irq anlayışının bioloji tərəfi var, bir də siyasi istifadəsi. Türkiyədə əslində irqçilikdən çox dilə əsaslanan millətçilik var. Amma siyasətçilər irq məsələsini çox vaxt populist cahilcəsinə istifadə edirlər. Və demokratiyanı da tənqid edir bu kontekstdə. Bəli, deyir ki, cahil insanların demokratik yollarla özlərindən daha cahilləri hakimiyyətə gətirməsi çağımızın ən böyük xəstəliyidir. Çox kəskin ifadədir. Bu tənqidi yanaşma tarixə baxışında da var. O, məşhur Möhtəşəm Yüzil təqdimatına qarşı çıxır. Bəli, xatırladır ki, həmin dövrdə Viyana alınmadı, Hind okeanında Portuqallara uduzduq, elm durğunluq yaşadı, hətta dünyanı öyrənmək istəyən piri rəisi edam etdilər. Yəni, tarixi olduğu kimi görmək lazımdır, ideallaşdırmaq yox. Tənqidi düşüncə tarixə də lazımdır. Dini dogmalar haqqında nə deyir? Orada da kəskin fikirlər var idi. Bəli. Bəzi dini elementlərin, məsələn, şeytan, cəhənnəm kimi anlayışların kökünü zərdüştülük kimi daha qədim inanclarda görür.
Və deyir ki, bu cür doqmalar azad düşüncəni məhdudlaşdırır. Ümumiləşdirsək, deyir ki, dinlər insanın öz yaratdığı fərziyyələrin, hətta bəzən yalanlarının əsrinə çevrilməsidir. Yəni, əsas məsələ insanın öz ağlı ilə düşünməsidir. Mütləq. Deyir, ön mühakimələrimiz həmişə olacaq, bu qaçılmazdır. Amma sivil insanı odur ki, öz ön mühakiməsinin fərqində olsun və onu daima sorğulasın. Hər şeyi öz ağıl süzgecindən keçirmək şərtdir. Konkret hadisələrə də toxunur. Darwinlə bağlı o iddia var idi. Hə, onu təksib edir. Güya Darwin türklər haqqında pis şeylər deyib, Şengür izah edir ki, bu yalandır, orijinal mətndə kontekst tam başqadır, 19-cu əsr mədəniyyət müqayisəsidir. Eynilə New Orleansdakı Katrina fəlakətində bəndlərin baxımsız qalmasına da məlumatsızlığın, səhv idarəçiliyin nəticəsi kimi göstərir. Deməli, bütün bu fərqli mövzuları, tənqidləri birləşdirən əsas fikir nədir? Şengörün mənbələrindən sizin üçün əsas mesaj nə çıxdı? Əsas mesaj məncə budur. Səriştəsizliyi, yəni Şengörün dili ilə aptallığı tanımaq və ona qarşı durmaq lazımdır. Bu necə mümkündür? Ancaq tənqidi düşüncə ilə, elmi yanaşmayla həm özümüzdən, həm də ətrafımızdan, cəmiyyətdən daha yüksək intellektual standartlar tələb etməklə. Cəmiyyətin sağlamlığı, inkişafı birbaşa bundan asılıdır. Çox sağ olun. Və sizin üzərində düşünməyiniz üçün son bir fikir. Əgər Şengör fərdi məsuliyyətə və tənqidi düşüncəyə bu qədər böyük önəm verirsə, siz özünüz gündəlik həyatınızda, qarşınıza çıxan informasiya selində bu şübhəçiliyi, bu tənqidi yanaşmanı necə daha aktiv tətbiq edə bilərsiniz? Bəli, bu yalnız ətrafınızdakı hadisələri, ictimai fiqurları qiymətləndirməklə bitməlidir yoxsa, sizin şəxsi qərarlarınızda, inanclarınızda da eyni dərəcədə vacibdir. Bax, bu sual üzərində düşünməyə dəyər.